Bahar 117 sayılı bağçada 15 ilə yaxın Solmaz xanım Hacıyeva ilə tibb bacısı vəzifəsində işləmişəm. Sonradan sonra qızı Fatimə xanım Nəcəfova hakimə bağçaya dəyişiklikləri, yəni dəyişikliklər oldu. Yəni Müdür gələndən sonra, o sonradan sonraya dediyiniz vaxt nə vaxtdır ki, nə vaxt baş verdi bütün bunlar? Hansı ilin, hansı ayında baş verdi? Fatimə xanım sizi sıxışdırmaya başladı. 2021-ci ildən Fatimə xanım gəldi. Hələ özü gələndə bir ilə yaxın özü çalışmadı. Anası elə idarə eləyirdi. Özünün adı gedə-gedə anası idarə eləyirdi. Sonradan özü gəldi. Yəni dedi ki, uşağımı böyüdürəm. Sonradan gəldi, uşağını da bağçaya gətirirdi. Gələndən sonra özünə, yəni işçi ambardarı Kəmalə xanımı, yəni hər bir işini, tibb bacısının işini, yəni bütün işləri Kəmalə xanım həll eləyirdi. Ambarda tibb bacısı işini icra edirdi. Tibb bacısı, uşaqlar, yox, heç bir savadı yoxdur. Heç bir savadı yoxdur. Elə bil ki, gələn uşaqların qabuluna, uşaqların abmenlər gətirilir də, bu sağlamlıq vərəqəsi. Sağlamlıq vərəqəsini, məsələn, bağçada gələn uşağı tibb bacısı götürməlidir, kağızı, uşaqla tanış olmalıdır, uşağın hansı problemi var, allergiyası var, nəyi var, valideyn, yəni bunları mən görmüşəm də, yəni hamısını. Sonradan yəni Kəmalə götürürdü. Yəni bütün uşaqların 12 qruplu bağçadır. Bütün uşaqların 12 qruplu uşaqların bütün danlılarını da Fatimə xanım öz otağına yığmışdı. Mən heç bir danlını da görmürdüm. Yəni ki, əvvəl mən dəftərləri Aha. Bəs ambardarı deyirsiniz, tibb bacısını da əvəz eləməyə başladı ambardar. Bəs sənəd üzərində tibb bacısı adı gedən kimsə var idi? Yox idi. Daha mətbəxə də mənim girməyə səlahiyyətim var idi. Mətbəxə də Kəmalə xanım mənə dedi ki, Fatimə xanım icazə vermir, sən bir də mətbəxə girmə. Yəni mən mətbəxə girməliyəm. Mən gündəlik səhər, günorta, bir də saat 4-də kalaraj götürürük biz. Hər gün biz kalaraj götürürük, pişirilən yeməkləri. Onları da mən götürmürdüm. Yəni heç birindən xəbərim yox idi. Yəni bir sözlə səlahiyyətlərinizi icra Yox. Yəni ambara da girməyə ixtiyarım var idi. Orada saxlanma qaydalarına. Bəli, amma hər bir səlahiyyəti əlimdən almışdı. Səbəb nə idi? Səbəb nə idi? Yəni ki, orada qidada elə bil ki, artıq nələrinsə gələndə, yəni mən onları yəni ki, onlara cavabdeh olmurdum deyə. Daha mənə dedilər də ki, yəni 2 ildən çoxdur ki, mənim o qolum da çəkilir. Yəni mən bunu yazmışam da, Təhsil Nazirliyinə də yazmışam, həmkarlara da demişəm, hər yerə yazmışam. Özüm atmırdım. Çünki imza boş getməməli idi. Solmaz xanımın vaxtında mən şəxsən özüm atmışam o imza. Çünki orada yazılıb tibb bacısı. Bir də uşaqların aylıq tabeli gedir. Hər uşağın neçə qrupda, neçə uşağın tabeli. Onu anlaya bilmədim. Sizin əvəzinizdən sizin qolunuz, imzanıza bənzərlik çəkirdilər? Elə. Artıq saxtakarlıqdır. Elə. Uşaqların olan tabelləri də, bir də menyu. Qida. Həftəlik qida, aylıq, bir də uşaqların hər ay cədvəli var da, onu biz Nazirliyə təqdim edirik. 235 uşaqdır bizdə. Onu da özləri yazırlar. Yəni 235 uşaq. Dəqiq sayı var, yoxsa artıq da götürürdülər? Artıq da götürürdü. Elə yoxlamalar gələndə özüm də görürdüm ki, uşaqları o qrupdan bu qrupaya, artıq uşaqlar həyətdən çıxarılırdı bayıra ki, yoxlama görməsin. Yəni mən bunları müraciət də eləmişdim. Daha pəncərədən uşağı çıxardırdılar yoxlama gələndə artıq uşaqları, texniki işçilər. Pəncərədən elə bil ki, bu ayaq yolu olan... Aylıq pul alırdılar, bəli. Ruski sektorlarda 120 manat idi aylığı. Elə qruppalar var idi ki, Azərbaycan sektoru indi biraz zəif qruppalar, 60 manat var idi, nə bilim 50 manat var idi, 80 manat var idi.
Aha. Yəni o da ki, valideynlərə deyirdilər ki, dərnəklər var, rəqs dərnəyi var, filan dərnəyi var. Ona görə aha, aha. Və Daha şantaj da olunurdu rus bölmələrində valideyn pulu kəsmək istəyəndə deyirdi ki, rus bölməsindən çıxartıb səni Azərbaycan bölməsinə atacağıq. Daha elə də təklif edirdilər. və bütün bunları siz bildiyiniz, etiraz elədiyiniz üçün də sizin məhdudiyyətlər. Hər şeydən məni, aha. Qruplara girməyə də icazə vermirdi ki, çünki girib orada uşaqları, yəni daha bir dəfə olmuşdu, bir müəllimə gəldi ki, uşaq xəstədir. Mən daxil oldum. Uşağın qızdırması var idi. Ölçdüm, gördüm ki, yanındakı uşağın da qızdırması var. Daha müəlliməyə də dedim ki, bunları xəstə niyə qəbul eləmisiniz? Hə, qızdırma 37-38 az qızdırma deyil uşaq üçün. Nə qədər müddət belə davam elədi, eləyəndən sonra sizi? O qızdırma məsələsindən sonra buna xoş olmadı ki, mənə qrupa çağırdı. Mən yəni eşitdiyimə görə indi orada o müəlliməyə tapşırıldı. Qızdırma məsələsi nə vaxt oldu? Hansı il? Qış ayları idi. Bu ilin? Bu ilin, aha. Təqribən yanvar-fevral ayında, 2026-dan yanvar-fevral. Hə, elə olardı, hə. O vaxtdan sonra sizə məhdudiyyətlər yaratmağa, artıq sizə təzyiq göstərməyə başladı. Dəhşət təzyiq başlandı. Müəllimələrə tapşırıldı ki, qrupaya buraxmayın onu. Valideynlərlə ixtiyarım yox idi. Məsələn, valideynlə mən nəyisə danışırdımsa, mənə yaxınlaşıb deyirlər ki, sən danışmayın. Fatma xanım icazə vermir. Yəni uşaqla, valideynlə niyə danışır? Daha həmkarlar bir dəfə məni çağırdı, Rövşən müəllim. O mənə dedi ki, sən valideynlərlə niyə danışırsın? Dedim, Rövşən müəllim, bu mənim işimdir də, yəni mən bunu danışmalıyam. Bir ki, sənin işin deyil, sən get otur otağında. Təbii ki, valideyn uşağını sən... Yəni insan otağında otur demək nə deməkdir ki, onda elə get, türmədir bura. Mən öz işimi görürəm də, yəni. Halbuki həmkarlar... Həmkarlar mənim tərəfimdə olmalı idi, amma ki, yox. Rövşən müəllim o müdirin tərəfində idi. Daha bir dəfə də iclas elədilər, həmkarlardan gəldilər ki, sizi bugün işdən çıxardırıq, xəbəriniz var 70-in C-si ilə. Mən də dedim ki, hə, bilmirəm. Hə, siz belə öz işinizi deyir, görmürsünüz. Dedim, bəs mən bunu bir ilə yaxındır, ora-bura yazıram ki, məni işimi görməyə müdir icazə vermir. İndi məni bunu ilə işdən çıxardırlar. Korrupsiya şikayət elədikdən sonra iclas elədilər 5-6 müəllimə ilə. Bəli. Səbəb o idi ki, çünki... Səbəb çox saydı, deyil mi? Hansını... Səbəb o idi ki, artıq işçilərin, müəllimələrin, texniki işçilərin üstünə böyük summalar yazılırdı. Onlar da gəlib, yəni ki, deyirdilər onu ki... Böyük summa yazılır deyirsən, Məsələn, mənim maaşım 450 manatdırsa, yazırdı 650 manat, nə bilim, belə. Yəni 150, 120, 70, 80, yəni belə artıq pullar yazılırdı. Onu da... Yox, mənim maaşıma yaza bilmirdi. İşçilər nəzərdə? İşçilər öz maaşını alırdı. Məsələn, onun üstünə artıq əlavə o kiminsə yerinə işləyirsə, məsələn, məzuniyyətdədir, onun yerinə işləyənin yerinə o pul yazılır. Onu da Fatma xanım öz cibinə qoyur. Daha müəllimələr var ki, işə gəlmirlər. Qolları da çəkilir, amma işə də gəlmirlər. Aha, mən bayaq bunu nəzərdə tuturdum ki, işdə adı gedib özü olmayanlar var. Var. Başqa ölkəyə gedirlər. Başqa ölkəyə gedirlər. Türkiyəyə gedirlər. Fevral ayında məsələn bəli, qolları da çəkilir. Yox, məzuniyyətlərdir. 2 ilə yaxındır ki, yaşlı qrupasında müəllimə işlə olmalıdır. Yəni o da işə gəlmir. Yəni işdən çıxmaq istəyir, o da onu çıxartmır. Deyir ki, qoy adın getsin. Çünki maaş pulunu maaş kartı Fatma xanımda deyil. Amma maaşı çıxardıb ona verdi. Bu işçi işə gəlmirsə Fatma xanıma verir də pulu. İndi hansı yolla, kart vasitəsilə ya hər gün özü gəlirdi, verirdi. Elə də müəllimə var idi ki, hər gün özü gətirirdi, verirdi. Amma işə gəlmirdi. Yəni ki, bilirsiniz necədir? Mən o yol verilməməlidir. Yəni mən məsələn saat 3-ə kimi ordayam. Saat 12-də 1-də müəllimənin simeni qutarıb çıxır gedirsə, ikinci simen müəlliməsi gəlməlidir. O da yoxdur. Yəni yoxdur. Texnika idarə eləyir axşam saat 6-ya qədər. Texnika
Bu uşaq yuxudan duranda bunu giyindirməlidir, yedizdirməlidir. Texniçka işi görürdü yazıq. Yəni mən texniçkanı da qınamıram. O da indi onu da nə edirlər, o da bizi şantaj edirdi ki, yəni kim mənim əleyhimə nəsə desə, Baharın gününə düşəcək. Bahar mən. Tibb bacısının gününə düşəcək. Ona görə də qorxurdular. 70 ilə dedilər ki, işdən çıxarılır. Bu vaxta qədər sizə hər hansı bir töhmət? Yox, heç bir şey, heç bir şey. Heç bir şey, mənə heç bir şey təqdim olunmur. Amma biz kameradan öncəki söhbətimizdə siz dediniz ki, mənə ərizə yazılmaq etmişdilər. Etmişdilər, bəli. Məcbur edirdilər ki, öz Daha bir dəfə otağıma elə Rövşən müəllimin təyin elədiyi, bizdə Gülşən müəllimə var. Bir də bağçanın öz həmkarları Gülşən Əliyeva var. Bir gün mən otağımda oturmuşdum, bir belə topa kağızla gəldi ki, biz bunlara qol çəkin. Mən də soruşdum ki, Gülşən müəllimə bunlar nədir? Dedi ki, Rövşən müəllim göndərib, bunlara qol çəkməsin. Sima ilə işə götürmək şeyi yenilənir. Mən də dedim, Sima ilə indi telefonla da, yəni hamısı elektronla da o kağızları mən niyə götürməliyəm ki? Özüm mən bunları dedim oxumamışım. 5 dəqiqə vaxt veririk sənə deyir. Oxu yenə 5 dəqiqədən sonra gəldi, dedim mən bunları qol çəkmə. Necə istəyirsən, özün bilərsən. Götürdü, çıxdı, getdi. Sonra başladı mənim adımdan bütün 24 müəllimə, 12-də texniçka. Onları mənim adımdan yazdırdı kağıza, şikayət kimi. Yəni ki, bu işini görmür, nə bilim nə. Hamısına da bir qol çəkdirdi. Onların səsləri də var məndə. Hamısı mənə deyir ki, məcbur bizə qol çəkdirib. Ağlaya-ağlaya deyir, biz qol çəkmişik. Bizim səninlə heç bir konfliktimiz yoxdur. Sadəcə bu bizi məcbur eləyir. O 24 nəfərin içində adı gedib özü görməyənlər də var. Bəli, var. 3-4 nəfər var. Yəni bağçada olmaya sizin əleyhinizə. Məsələn, bizdə orada Aslanlı Aygün var idi ki, paltaryan gedirdi adı. Onu mən bir dəfə də işdə görməmişdim. Sonradan məlum oldu ki, o burada rəqs müəlliməsi. Yəni paltaryan gəlib rəqs müəlliməsi. Başqa yerdə rəqs müəlliməsi işləyir. Adı burada gedir. Pulunu Fatimə xanım alır. İndi 5-dən 3-dən verir Aslanlı Aygünə ki, gəlib həftədə 2 dəfə 15 dəqiqəlik rəqs keçir. O da bütün qruplar. O da hansı uşaqlar pul verirsə, onları rəqsə salır. Hansılar vermirsə, otururlar qrupda. İndi siz 70-ci ilə işinizdən azad edildilər. Mən eləmişəm, bəli. Mən korrupsiya şikayət eləyəndən sonra heç bir həftə çəkmədi ki, iclas elədilər. Həmkarlardan Rövşən müəllim də oradaydı. Yığışdılar, dedilər, mənə çox dedilər ki, özün öz ərzöndən yaz çıx. Daha Rövşən müəllim dedi ki, gəl mən səni başqa yerə də dəyişdirim, öz ərzöndən yaz çıx. Çünki mən özü Rövşən müəllimə də inanmırdım. Çünki Rövşən müəllim mənə buradan belə deyib, amma Fatimə xanımın arxasında durub həmişə. Ona görə dedim, mən nə etmişəm ki, məni 70-ci ilə çıxardırsınız. Öz işvidir səlahiyyət. Mən bunları yazıram, ora-bura, mən işimi vermirlər mənə. Fatimə xanım durdu ki, çıxardıram 70-ci ilə vəsə yazdı, trudavoyumu verdi mənə. Aydın. Sizin tələbiniz 70-ci işlərinizdən qaldırılması və işinizə qayıtmaq. Bəli, bəli. Aydın. Öz üstəkiləri çünki mən səsini getirdim. Mən istəyirəm ki, 70-ci üstümdən götürülsün və mən öz işimə qardım. 117 nömrəli bağçaya tibb bacısı vəzifəsinə. Mənim orada vəzifəm də əvvəl tibb bacısı idi, indi böyük tibb bacısı gedir. Aydın. Mən öz iş yerimdə, yəni bütün öz iş aid olan iş funksiyamı yerinə yetirmişəm. Sadəcə prezidentimin yəni fərmanına görə bağçada bəzi korrupsiyon əməlləri gördüyümə görə mən bu haqda aidiyyatı üzrə məlumat vermişəm. Ondan sonra da məni Fatimə xanım Rövşən İbrahimli ilə əlbir olub məni işdən çıxartdılar. Korrupsiyaya bir həftə şikayətimdən sonra, məlumatımdan sonra, yəni məni birləşib işdən 70-ci ilə çıxartdılar. Halbuki, yəni bu prezidentin fərmanına görə də, yəni mən bunu da oxuya bilərəm. Yəni Azərbaycan korrupsiyası halları barədə məlumat verən şəxslərin hüquqları və təhlükəsizliyi dövlət tərəfindən ciddi şəkildə qorunur. Onların anonimliyi
təmin edilir. Məlumat və müvafiq sənədlər yalnız şəxsin yazılı razılığı ilə açıqlana bilər. Qanunvericiliyə əsasən məlumat verən şəxslərin əmək hüquqlarına məhdudiyyət qoyula, işdən çıxarıla və ya təzyiqlərə məruz qala bilməz. Amma buna baxmayaraq yenə də məni işdən təzyiqlərə məruz qalıb, yəni yenə də Rövşən müəllimlə Fatimə xanım əlbir olub, məni 70-ci ilə işdən çıxartdılar.